siz həm də siyasi proseslərin içindəsiz, siyasi hadisələri izləyirsiniz. Nə baş verir? Bu günlərdə Ana Vətən Partiyasında bir qalmaqal oldu. Bu qalmaqaldan sonra biz elə biləm görüşməmişik efirdə. Sonra qalmaqal getdikcə biraz da böyüdü. Siz zamanında partiyada təmsil olmusunuz, sədr müavini olmusunuz. Nə baş verir Ana Vətən Partiyasında? Elçin Ağamalının partiya sədri olmasına qarşı çıxanlar da var, onu müdafiə edənlər də var. Mən onu efirə dəvət etmişdim. Kifayət qədər siyasi cəhətdən hazırlıqlı bir siyasətçi kimi gördüm onu. Çox təmkinlə danışırdı. Amma bəziləri deyilir ki, Elçin Ağamaldan partiya sədri olmaz. Doğrudanmı? Elçin Ağamaldan partiya sədri olmaz. Ümumiyyətlə, onun partiyanın qurulmasında, inkişafında hansı xidmətləri olubmu siz o partiyada olduğunuz üçün? Zamanında soruşuram sizdən. Partiyaların daxili işlərinə mənim qarışmaq kimi bir istəyim yoxdur. Çünki partiya strukturu, partiya elə bir quruluşdur ki, onun partiya üzvləri o qərarları verir. Mən də istəmirəm, istər Ana Vətən Partiyası olsun, istər digər partiyaların daxili işlərinə qarışmaq düzgün olmaz, amma bu daxil işlərinə qarışmaq deyil ki, başqa sual verirəm mən. Ana Vətən Partiyasında olduğum üçün və partiyanın belə deyək, daxilinə bələd olduğu üçün deyə bilərəm ki, Elçin Ağamalı partiyanın qurulmasında ilk gündən iştirak edib. Yəni hər kəsə bəllidir və partiyanın strukturları içində, partiya üzvləri içində çox ciddi nüfuza malikdir. İndi bu məsələlər eşitdiyimə görə Ədliyyə Nazirliyindədir. Mən indiki məqamda bir fikir bildirmək istəmirəm, amma bəzi o video görüntülər var idi ki... Biz yaymışdıq qurultaydan görüntüləri. Sizin də efirinizdə baxdım, o video görüntülərdən də görünən o idi ki, yəni o iştirak edən qurultay nümayəndələrinin Elçin Ağamalıya münasibəti yaxşı idi, yəni münasibəti müsbət idi. İndi yenə deyirəm, o daxili məsələlərə qarışmaq istəmirəm, amma Elçin Ağamalıdan partiya sədri olmaz deyə bir fikirlə də qəbul etmirəm. Adam gənc yaşlarının siyasətin tam içində olubdur və o partiyanın quruculuğunda çox ciddi rolu var. Bu baxımından indi partiya üzvləri və Ədliyyə Nazirliyi nə qərar verəcək, indidən mən o fikrə münasibət bildirmək istəmirəm. Ümumiyyətlə, Tural bəy, bir fikrimi bildirim siyasi partiyalarla bağlı. Bəli. Mən hesab edirəm ki, Azərbaycandakı indiki mövcud siyasi partiyalarda da təmərküzləşmələr getməlidir. Yəni, siyasi partiyanın çoxluğu sayca yox, siyasi partiyanın cəmiyyətdə tutduğu mövqi, cəmiyyətə təsir imkanları. Bəli. Bu ona görə formalaşmalıdır. O baxımdan sadəcə ad olaraq siyasi partiyaların olmasının o qədər də üstünlüyü yoxdur. Yəni əleyhinə də çıxa bilmərik, ona qarşı da gedə bilmərik. Xüsusən demokratik ölkədir, kim istəyir siyasi partiya yarada bilər. Bu mənim öz fikrimdir, yəni bir düşüncəmdir. Yəni fərdlər birləşib siyasi partiya yarada bilərlər. Bu Azərbaycanın konstitusiyasında vətəndaşların hüquqlarından biridir. Bəli. Amma mənim fikrimdir. Yəni bilirsiniz, siyasi partiya institutlaşmış bir belə deyək, quruluşdur, olmalıdır. Siyasi partiya dövlətdir. Dövlətin özüdür, dövlətin içidir. Dövlətin idarə olunmasında siyasi partiyanın rolu olmalıdır. Və siyasi partiyalarda yetişmiş insanlar belə deyək də, dövlət işlərində daha çox üstünlüyə malik olmalıdırlar. Yəni, çünki siyasi təfəkkürlü adamlar, dövlət işi, dövləti vəzifələr, siyasi postlar və ona görə də bu məsələlərdə siyasi institutlarda yetişmiş adamların olmasını mən tərəfdarıyam. Açığını deyim, yəni o siyasi anlaqlı, siyasi dünya görüşü olan, dövlət nədir bilgisinə malik olan, dövlət tərbiyəsi, yəni orada yetişdirilməlidir. Siyasi institutlarda, siyasi partiyalarda dövlət üçün kadrlar yetişdirilməlidir. Partiyalar bununla məşğul olmalıdır. Yenə deyirəm, yoxsa elə qara güruhcasına, biz
daş ataq hər şeyə, ağa qara deyək, qarıya ağ deyək. Yəni o təfəkkürdən biraz uzaq olmaq lazımdır. Ağa qara deyənlər də var da. Var, yenə onu deyirəm. Yəni bunların axı ortaya qoyduqları nədir? Sonuç nədir? Nəticə nədir? Və illərlə məğlub bir durumda qalırsan, amma yenə o partiyadakı kreslondan əl çəkmək istəmirsən. Və iqtidara belə deyək, söz atanlar ki, belə deyək, neçə illərdir hakimiyyətdəsiz. Qardaş, hakimiyyət qaliblər, belə deyək, məğlublar getməlidir siyasi səhnədən. Siyasi səhnədən kim getməlidir? Məğlub olan, seçkini uduzan. Bu iqtidar hakimiyyətdədir. Bu iqtidar Qarabağ problemini həll eləmiş iqtidardır. Azərbaycanın ərazi bütövlüyünü, suverenliyini bərpa etmiş iqtidardır. Ölkənin iqtisadiyyatını mükəmməl etmiş iqtidardır. Bunların uğurları var. Bu iqtidarın uğuru var. Və sənin nə uğurun var? Siyasətdən kim getməlidir? Uduzmuş liderlər siyasətdən getməlidir. Ona niyə yapışmısan o partiyanın kreslosuna? Öz tərəfdaşlarını uğura apara bilməyən siyasətçilər siyasi səhnədən mədəni şəkildə getmək gücü tapmalıdır özündə. O getmirlər. Getmirlər. O kreslolardan nə isə var, oradan bərk yapışıblar, buraxmaq istəmirlər. Ona görə düşünürəm ki, gələcəkdə siyasi partiyaların qurultaylarına da Mərkəzi Seçki Komissiyası nəzarət etsə nə gözəl. Hətta. Burada nə var ki? Yəni siyasi partiya dövlətdir. Dövlətin özüdür. Orada baş verən proseslər həm vətəndaşı, həm dövləti rahat edə bilər və narahat edə bilər. O baxımdan bu məsələyə dövlət özü nəzarət edə bilər. Mərkəzi Seçki Komissiyası nəzarət edə bilər. Sadəcə bir partiyanın qurultayı da bizim nəyimizə lazımdır deyə düşüncəyindən biraz uzaq olmaq lazımdır. Səhv etmirəmsə, Türkiyədə belə bir şey var. Yəni, yüksək seçim kurulu var. Onlar tam olaraq nəzarət etməsələr də partiyalar öz qurultaylarının nəticələrini, protokollarını yüksək seçim kuruluna təqdim eləyirlər. Amma mən düşünürəm ki, elə partiyaların qurultaylarında Mərkəzi Seçki Komissiyası məsələn, orada ayrıca bir qurum yaradıla bilər. Mərkəzi Seçki Komissiyasının təcrübə qurum yaradıla bilər. Siyasi partiyalarla bağlı və siyasi partiyaların qurultaylarına onlar gəlib müşahidə edə bilərlər. Qurultaylar o zaman daha ədalətli keçilə bilər. Onda da bu kimi hadisələr baş verməz. Bəli. Və onda kimin haqlı, kimin haqsız olduğu da orada dövlətin gözü ilə görünəcək. Bəli. Və həm də partiyanın nüfuzu da artar o məsələdə. Ki, o seçilən sədrin, rəhbərin də nüfuzu artar ki, mənim seçkimə Mərkəzi Seçki Komissiyası, yəni Azərbaycanın seçki siyasəti ilə məşğul olan qurum mənim qurultayımda oturub və o görür kim burada qalibdir, kim uduzmuş tərəfdir. O baxımdan mən düşünürəm ki, gələcəkdə Mərkəzi Seçki Komissiyası qurultayların keçirilməsində yaxından iştirak edə bilər. Çünki biz bəzi məsələlərdə görürük ki, partiyaların qurultaylarında o qrup maraqları, hansısa bir merkantil maraqlar üstünlük təşkil eləyir, kimisə bu və ya digər yollarla partiyanın ələ keçirmək, partiyada hansısa bir sədrliyə gəlmək, hansısa bir, necə deyim sizə, fərqli bir yerlərdən dəstək alaraq bu işlərə nail ola bilirlər. O baxımdan mən düşünürəm ki, Mərkəzi Seçki Komissiyası bu işlərdə partiyaların qurultayına nəzarət etsə və bu gələcəkdə də qanunda öz əksini, partiyalar haqqında qanunda da öz əksini tapsa, məncə məsələlər daha samballı olar. Partiya işi ciddi işdir. Bu işə ciddi yanaşmaq lazımdır. Bəzən görürsən ki, partiya rəhbərliyinə elə adamlar gəlir ki, təəccüblənirsə ki, bu hardan heç bir siyasi keçmişi yox. Heç bir siyasi keçmişi olmayan adamların partiya sədri olması qəbul edilməz. Adamlar var ki, görürsən partiya sədridir, amma bir dəfə nə səsi çıxmır, nə bir cəmiyyətə bir mesaj vermir, nə bir fikir bildirmir, nə bir açıqlama vermir. Son günlər bəzi açıqlamalara rast gəlirəm, bəzi yazılar, məlumatlar oxuyuram, təəccüblənirəm. Doğrudan da özüm üçün də maraqlı idi, biraz da araşdırma apardım.
Vəhdət Partiyasının sədri kimdir? Gah Tahir Kərimli yazırlar, gah Adəm İsmailov yazırlar. Hərdən bir adam, Tahir Kərimli getmədimi Vəhdət Partiyasına? Siz siyasi proseslərin içindəsiniz. Vallahi elə bir informasiya rast gəldim Tahir Kərimlinin getməyi ilə bağlı. Amma son günlərdə bir-iki informasiyada rast gəldim ki, Tahir Kərimli kimisə partiyadan çıxartdı. Tahir Kərimlinin filan rayon şöbəsinin rəhbəri həbs olundu. Nəysə bir neçə belə bir informasiya bu. Tahir Kərimli partiya olmuşam. sədri kimi təqdim olunur. Əgər partiya sədrliyindən gedibsə, niyə təqdim olunur? Mən düşünürəm ki, yeni sədr özünü təqdim edə bilmədiyinə görə Tahir Kərimli partiya sədri kimi təqdim olunur. Yəni, məsələ ilə yaxından tanış olmadığım üçün bilirsiniz, insanlar tanımırlar partiya sədrini. Bir partiya sədri çıxar efirə, bir münasibət bildirər, hansısa forumda bir açıqlama verər. Cəmiyyət də görər ki, bu partiyanın rəhbəri filan kəsdir. İndi cəmiyyət Tahir Kərimli partiya sədri kimi tanıyır. O yeni sədri görmədiyinə, səsini eşitmədiyinə, yazısına, açıqlamasına rast gəlmədiyinə görə deyir belə Tahir Kərimli də partiyanın sədridir. Belə partiya idarəçiliyi olmayacaq. Ona görə də bəli, təmərküzləşmə, bu sahədə islahatlar aparılmalıdır. Partiyalarda da bir yeniliklər olmalıdır. Və mən sizin fikrinizlə tamamilə razılaşıram ki, partiyaların qurultayına, bəli, Mərkəzi Seçki Komissiyası, yəni dövlət nəzarət etməlidir. Müşahidə etməlidir. Yəni nəzarət deyək, biraz nəzarət sözü kimlərinsə xoşuna gəlməyə bilər. Gəlir orada müşahidə missiyasını yerinə yetirir. Necə ki, seçkilərdə müşahidə missiyasını yerinə yetirir, seçkiləri təşkil edir. Partiyaların qurultaylarına da partiyalar qurultaylarını elan etdiyi bir dövrdən qurultaya qədər olan dövrdə Mərkəzi Seçki Komissiyası ilə əlaqəli şəkildə çalışmalarını sürdürə bilər. O partiyaların iştirak etdiyi seçkiləri idarə edə bilir Mərkəzi Seçki Komissiyası. Partiyaların qurultayını niyə idarə etməməlidir? İdarə edə bilər və məncə yenə deyirəm. Yox, partiyalar iştirak edirlər bələdiyyə seçkilərində, parlament seçkilərində, prezident seçkilərində. Bunları kim keçirir bu seçkiləri? Mərkəzi Seçki Komissiyası, dövlət bu mübahisələrin yaranmaması üçün məncə yaxşı bir fikirdir. İndi öz fikrim olduğu üçün demirəm. Tamamilə haqlısınız. Mən də sizin bu fikrinizi dəstəkləyirəm, razılaşıram və yəqin ki, yaxın zamanlarda Azərbaycanda siyasi partiyalarla bağlı ciddi islahatlar aparılacaq. Diyaloq forumu var. Bu istiqamətdə əməli tədbirlər görülüb. 2020-ci ildən sonra bunu heç bir şöbə yaradıldı. Prezident tərəfindən və şöbənin də bu yolda apardığı o yanaşma məncə müsbət nəticələr əldə edə bilibdir. Təbii ki, islahat nə qədər ki dövlət var, islahatlar davam etməlidir və düşünürəm ki, bundan sonra da yəqin ki davam etdiriləcək.